Azərbaycanlı qadın öz ana dilində təhsil almaq üçün ilk dəfədir ki, məktəbə gəlmişdir. Keçmişdə o, bunu ağlına belə gətirə bilməzdi. Ana dilində yazmaq, oxumaq, bu xalqın arzusu idi. Bu A hərfidir. Əlifbanın ilk hərfi. Xalqın ən əziz, ən qiymətli hesab etdi ki, 3 gözəl söz bu hərflə başlayır. Azadlıq, ana, Azərbaycan. Azadlıq. Bu qadınların əziz balalarına da öz dilində təhsil almaq imkanı verən, yenə də azadlıqdır. Hələ bu yaxınlara dək Azərbaycanlı uşaqlar məktəbdə ana dilində danışdıqları üçün cəzalanırdılar. Bugün isə onlar ana dilində şair Biriyanın şeirini yazırlar.